İsa Peyğəmbərin nümunəsi və qeyb aləmi. Qiyamət gününün, ilahi ədalətin və hesab-kitab nizamının necə işlədiyini anlamaq üçün bəlkə də ən təsirli, ən sarsıdıcı nümunə İsa Peyğəmbərin Rəbbi ilə olan tarixi diyaloqudur. Quran bizə o möhtəşəm səhnəni bütün çılpaqlığı ilə təqdim edir. Allah İsa Peyğəmbərdən insanların onu və anasını ilahiləşdirməsi barədə soruşduqda, Peyğəmbərin Maidə surəsinin 116-117-ci ayələrində verdiyi cavab, əsrlər boyu formalaşmış bütün yanlış dini təsəvvürləri darmadağın edir. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə sənin özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən sənsən. Nə qədər ki, onların arasındaydım, mən onlara şahid idim. Sən məni götürdükdən sonra isə onlara nəzarət edən özün oldun. Sən hər şeyə şahidsən. Bu, qısa, lakin dərin mənalı ifadə, idrakımızın qapılarını böyük bir həqiqətə açır. Heç bir peyğəmbər, heç bir bəşər övladı ölümündən sonra arxada qalanların nə etdiyindən xəbərdar deyil. Əgər böyük bir peyğəmbər belə özündən sonraki nəsillərin əməllərini görmədiyini, qəlbləri oxuya bilmədiyini və qeybin yalnız Allaha məxsus olduğunu etiraf edirsə, o zaman bəşəriyyətin digər nümayəndələrinə fövqəladə güclər aid etmək hansı məntiqə sığar? Şahidliyin sərhədləri və yanlış inanclar. Şuurumuza hopmuş, nəsildən nəsilə keçərək din adı ilə bizə təqdim edilən bəzi ənənəvi inanclar var ki, güya ölülər bizi eşidir, şəhidlər və evliyalar hər anımızı izləyir, peyğəmbərlər hər kəsə şəfaət edəcək. Halbuki, Qur'anın ortaya qoyduğu məntiqi ardıcıllıq, mütləq ədalətlə əsaslanan tamamilə fərqli bir nizamı öyrədir və bu nizamın mərkəzindəki təməl qanun, şahidliyin zamanla, məkanla və şəxsi iştirakla məhdudlaşmasıdır. Bir insan yalnız və yalnız yaşadığı dövrün, birbaşa tanıdığı və təmasda olduğu insanların şahidi ola bilər. Dünyadan milyardlarla insan gəlib keçib və köç etməkdədir. Onların hər birinin saniyə-bəsaniyə dəyişən düşüncələri, niyyətləri, gizli və aşkar əməlləri var. Bu qədər nəhəng informasiya axınını eyni anda izləmək, yadda saxlamaq və mühakimə etmək insan şuurunun qabiliyyəti xaricindədir. Həyatda olarkən dünən nə yediyini unudan bir varlığın, ölümündən sonra bütün dünyanı izlədiyini, duaları eşitdiyini və milyonlarla, milyardlarla insan haqqında şəfayət diləyəcəyini iddia etmək, fərqində olmadan hər yerdə olmaq və hər şeyi bilmək kimi Allaha məxsus olan sifətləri yaradılmışlara vermək, yəni Allaha şərik qoşmaqdır. Hətta Allahın izni ilə kiməsə şəfayətçi olsalar belə, o insanlar yalnız onların dövründə yaşamış, gördükləri insanlar olacaqlar ki, onların əməllərindən məlumatlı olsunlar. Bağışlanma diləməyin zaman çərçivəsi. Məhz bu kontekstdə peyğəmbərlərin günahların bağışlanması üçün dua etməsi məsələsinə də aydınlıq gətirən Nisa surəsinin 64-cü ayəsi qarşımıza çıxır ki, orada deyilir: Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib, Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və rəhimli olduğunu görərdilər. Bu ayə açıq-aydın göstərir ki, Peyğəmbərin kiminsə bağışlanmasını diləməsi, onun sağlığında, fiziki olaraq həyatda olduğu və insanların onun yanına gələ bildiyi dövrə aiddir. Çünki insan görmədiyi, tanımadığı və əməl kitabının necə bağlandığını bilmədiyi bir nəsil üçün bağışlanma diləyə bilməz və ölüm halında olan bir peyğəmbərin yanına getmək fiziki olaraq qeyri-mümkündürsə, bu sistem yalnız yaşanılan dövrlə məhdudlaşır. İlahi məhkəmənin quruluşu və şahidlər. Elə bu səbəbdən Quran bildirir ki, qiyamət günü məhkəmə zəncirvari və son dərəcə ədalətli qurulacaq, hər dövrün hesabı öz daxilində görüləcək. Bu məsələyə Quranda xüsusi olaraq 2 ayə ilə konkret möhür vurulur. Birincisi, Qəssas surəsi 75-ci ayədə, o gün hər toplumdan bir şahid çıxardacağıq və deyəcəyik, gətirin dəlil sübutunuzu, buyurulur. İkincisi isə Zümər surəsi 69-cu ayədir ki, orada yer öz Rəbbinin nuru ilə şöylələnəcək,
əməl dəftəri ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək və onların arasında haqq ədalətlə hökm veriləcək, deyilir. Bu iki ayənin bəyan etdiyi kimi, bizim dövrə aid olmayanların məhkəməsini bizə, bizimkinin isə onlara dəxli yoxdur. Peyğəmbərlər Allahın mesajını çatdırdıqlarına şahidlik edəcək, hər dövrün imanlı insanları isə öz içərisində canlı olaraq yaşadıqları cəmiyyətə dair şahid qismində çıxış edəcəklər. Şəhidlərin məqamı və mələklərin vəzifə bölgüsü. Bəs ölülər, şəhidlər və hətta mələklərin rolu nədən ibarətdir sualına gəldikdə isə, Quran şəhidlərin Allah qatında diri olduğunu və ruziləndirildiyini qeyd edir. Lakin bu uca məqam onların dünyanı canlı yayım kimi izlədiyi anlamına gəlmir. Şəhidlərin vəziyyətinə Ali İmran surəsinin 170-ci ayəsində xüsusi aydınlıq gətirilir və bildirilir ki, onlar sadəcə öz olduqları məkanda hansı neymətlərə sahib olduqlarını anlayırlar və gəlib hələ onlara çatmamış olanlardan, yəni dünyada qalanlardan xəbərsizdirlər. Çünki xəbərləri olsaydı, ayədə heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər deyilməzdi. Onlar fərqli bir ölçüdə, tamam başqa bir məkandadılar. Hətta nurdan yaradılmış mələklər belə qüdrəti məhduddur. Onlar hər şeyi eyni zamanda görən və hər yerdə olan fövqəladə varlıqlar deyillər və məhz bu səbəbdən onların arasında kəskin bir vəzifə bölgüsü var. Can alan mələklər ayrı, insanı qoruyan mələklər ayrı, əməlləri yazanlar ayrı, deməli əgər dünyada milyardlarla insan yaşayıbsa, bu möhtəşəm nizamı təmin etmək və hər kəsə fərdi nəzarət yetirmək üçün milyardlarla da mələk mövcuddur. Vəhiy gətirən mələk belə eyni zamanda hər kəslə deyil, konkret zamanlarda yalnız konkret peyğəmbərlərlə əlaqə saxlayıb. Əgər peyğəmbərlər və ya ilahiləşdirdikləri insanlar bu işlərin hamısını bacarsaydı, o zaman mələklərə ehtiyac qalmazdı ki. Qəlblərin yeganə hakimi və saf tövhid. İşin ən incə və həssas nöqtəsi qəlblərdəki sirlərdir. Çünki insanlar ancaq zahiri əməlləri görə bilir. Həyatda elə insanlar var ki, üzdə imanlı görünür, amma daxili nifrət və riya və imansızlıqla doludur. Elələri də var ki, cəmiyyət tərəfindən bəyənilmir, ancaq qəlbində səmimi iman daşıyır. İnsan gözünün sadəcə aldadıcı zahiri pərdəni gördüyü bir yerdə kimsə kimsənin həqiqi iç üzünə zəmanət verə bilməz və ona şəfaətçi ola bilməz. Məhz buna görə də şahidlərin və peyğəmbərlərin missiyası yalnız gördükləri məlumatı təqdim etməklə bitir. Son və mütləq qərarı isə qəlblərin dərinliyinə nüfuz edən uca yaradan verir. Quranın ortaya qoyduğu bu mənzərə heyrətamiz dərəcədə aydın, sadə və qüsursuzdur. Bu sistem bizə heç bir yaradılmışı ilahiləşdirməməyi, şəfaət və qurtuluş ümidini ölülərdə və ya uzaq tarixdə deyil, yalnız dirilərin və ölülərin Rəbbi olan Allahda axtarmağa öyrədir. Qiyamət günü hər kəs öz əməli ilə, öz dövrünün reallığı və öz cəmiyyətinin şahidləri ilə tək başına dayanacaq. Mütləq elm, mütləq şahidlik və mütləq ədalət sadəcə Allaha məxsusdur. Və bunu dərk etmək, insan şuurunu xurafatın zəncirlərindən qurtarıb, saf və işıqlı bir tövhid inancına qovuşturmaqdır.